Heydər Əliyevin doğum günü artıq ənənəvi olaraq ölkədə Gül Bayramı ilə qeyd ediləcək. Paytaxtda və bölgələrdə bu münasibətlə möhtəşəm Gül Bayramına ciddi hazırlıq işləri görülüb. Ən böyük Gül Bayramı isə Bakıda Heydər Əliyev sarayının qarşısındakı parkda baş tutacaq. Bu dəfəki Gül Bayramını hansı kompozisiyalar bəzəyəcək? Aytan Abdulovanın reportajı bu barədədir. Sarayının qarşısındakı parkda sabah keçiriləcək Gül Bayramı ilə əlaqədar son tamamlanma işləri gedir. İtaliya, Hollandiya, Almaniyadan gətirilən güllərlə məhz bu parkda çox fərqli və maraqlı kompozisiyalar hazırlanıb. Parkda quraşdırılan Heydər Əliyev mərkəzinin maketinin güllərlə bəzədilməsi demək olar ki, sona çatmaq üzrədir. Sarı və çəhrayı güllərdən hazırlanan piano, kontrabas, digər musiqi alətləri və notlar, eləcə də yelkənli gəmi maraq doğuran kompozisiyalardandır. Bu dəfə keçiriləcək Gül Bayramı üçün fərqli kompozisiyalar hazırlanıb. Bu fərqli isə ölkəmizə keçiriləcək ilk Avropa oyunlarının simvolu ilə bağlıdır. Məsələn, Milli Olimpiya Stadionunun güldən hazırlanmış maketi xüsusilə diqqət çəkir. Bakı 2015-in loqosu ilə yanaşı müxtəlif idman növlərinə uyğun idmançıların da güldən kompozisiyaları hazırlanıb. Nev şirkətinin yeni binasının güldən hazırlanmış maketi isə göz oxşuyur. Parkın dörd bir tərəfində isə Heydər Əliyevin rəsminin əksi olunduğu şarlar havaya buraxılıb. Ötən ildən fərqli olaraq bu il Heydər Əliyev sarayının qarşısındakı parkla yanaşı sarayın arxasındakı hamının qış bulvarı kimi tanıdığı məkan da güllərlə bəzədilib. Parkın girişində Heydər Əliyevin fikirləri gül çələkləri ilə yazılıb. Göyü qırmızı, yaşıl güllərdən hazırlanan Azərbaycan bayrağı isə möhtəşəm görünür. Bu parkda diqqət çəkən məqamlardan biri də tarixi abidələrimizin maketlərinin qoyulmasıdır. Bu isə mötəbər idman yarışı ərəfəsində ölkəmizə gələn turistləri qədim Azərbaycanla eyni məkanda tanış etmək məqsəd daşıyır. Azərbaycan artıq 11-ci ildir ki, mayın 10-unda Gül Bayramını qeyd edir.